Qoç. Bugün daxili enerjinizin pik nöqtəyə çatması ilə ətrafınızdakı hər kəsi özünüzü heyran qoyacaqsınız. İnandığınız ideyaların ardınca qətiyyətlə getmək həm karyeranızda, həm də şəxsi həyatınızda yeni qapılar açacaq. Səhər saatlarında alacağınız gözlənilməz bir xəbər planlarınızı müsbət istiqamətdə dəyişməyə məcbur edə bilər. Maliyyə məsələlərində risk etməkdən çəkinməməli, lakin hər bir addımınızı əvvəlcədən dəqiqliklə hesablamalısınız. Yaradıcı layihələrinizi reallaşdırmaq üçün bugün tapılmaz bir fürsət hesab olunur. Köhnə dostlarınızdan birinin sizə təklif edəcəyi ortaq iş gələcəkdə böyük qazanclara zəmin yaradacaq. Sevgidə isə emosiyalarınızı gizlətmək əvəzinə partnyorunuza qarşı tamamilə səmimi olmağı sınaqdan keçirin. Uzun müddətdir həllini gözləyən ailəvi ixtilafları bugün bitirmək sizin əlinizdədir. Sağlamlığınıza diqqət yetirmək, xüsusilə də yuxu rejiminizi qaydaya salmaq üçün əla zamandır. Axşam saatlarında təkliyə çəkilib gələcək hədəflərinizi vizuallaşdırmaq zehni aydınlıq gətirəcək. Qarşınıza çıxan kiçik maneələr motivasiyanızı azaltmamalı, əksinə sizi daha da gücləndirməlidir. Təbiət qoynunda qısa bir gəzinti etmək bütün günün yorğunluğunu bədəninizdən tamamilə silib aparacaq. Fikir ayrılığı yaşadığınız həmkarlarınızla ortaq məxrəcə gəlmək ümumi işin xeyrinə olar. Bugün daxili səsinizin pıçıltılarına güvənmək sizi səhv qərarlardan maksimum dərəcədə qoruyacaqdır. Müsbət auranız sayəsində ətrafınıza yalnız xeyirxah və sizə dəyər verən insanları çəkəcəksiniz. Həyatın sizə təqdim etdiyi bu möhtəşəm şansları dəyərləndirmək üçün vaxt itirmədən dərhal hərəkətə keçin. Unutmayın ki, bugün atacağınız hər bir cəsarətli addım sabahki böyük uğurlarınızın əsas təməli olacaqdır. Buğa. Həyatınızda sabitlik və hüzur axtardığınız bugün ulduzlar tamamilə sizin tərəfinizdə olacaq. Maddi rifahınızı yüksəltmək üçün ağlınızda fırlanan unikal ideyaları rəhbərliyə təqdim etməyin əsl vaxtıdır. Ətrafdakıların pessimist fikirlərinə məhəl qoymadan öz bildiyiniz doğru yolla irəliləməyə davam edin. Bugün reallaşdıracağınız alış-verişlər uzun müddətli perspektivdə büdcənizə qənaət etməyə imkan verəcək. Şəxsi münasibətlərinizdə qarşı tərəfə göstərəcəyiniz qayğı və empatiya aranızdakı bağları daha da möhkəmləndirəcək. Uzun müddətdir təxirə saldığınız idman fəaliyyətlərinə başlamaq bədəninizə inanılmaz bir gümrahlıq bəxş edə bilər. Dostlarınızla keçirəcəyiniz bir neçə saat sizə keçmişin gözəl xatirələrini yenidən yaşamaq fürsəti verəcək. İş yerində yaranan gərgin situasiyalarda soyuqqanlılığınızı qorumaq nüfuzunuzu xeyli dərəcədə artıracaqdır. Ruzi və bərəkətin evinizə daxil olması üçün bugün xeyriyyəçiliklə məşğul olmağınız tövsiyə edilir. Özünüzü intellektual cəhətdən inkişaf etdirəcək yeni bir elmi kitab oxumağa başlaya bilərsiniz. Qida rasionunuza xüsusi diqqət yetirməli, ağır və yağlı yeməklərdən qətiyyətlə uzaq durmalısınız. Bugün verəcəyiniz strateji qərarlar yaxın bir ay ərzindəki taleyinizi birbaşa müəyyənləşdirəcək. Hisslərinizi sözlərlə ifadə etməkdə çətinlik çəkirsinizsə, onları kağıza köçürməklə daxili rahatlıq tapacaqsınız. Səyahətə çıxmaq planınız varsa, marşrutu və lazımi sənədləri indidən yoxlamaq lazımsız stressin qarşısını alar. Heç kimin sizin daxili harmoniyanızı və qurulmuş nizamınızı pozmasına imkan verməyin. Günün sonunda əldə etdiyiniz kiçik nailiyyətlərə görə belə kainata təşəkkür etməyi unutmayın. İnamla atılan hər bir addım sizi xəyalını qurduğunuz o möhtəşəm zirvəyə biraz da yaxınlaşdıracaq. Əkizlər. Bugün ünsiyyət bacarıqlarınız sayəsində həll olunmaz görünən ən mürəkkəb problemləri belə asanlıqla yoluna qoyacaqsınız. Zehni fəallığınızın yüksək olması yeni məlumatları sürətlə mənimsəməyə və tətbiq etməyə imkan verəcək. Karyeranızda sıçrayış etmək üçün qarşınıza çıxan unikal təklifləri diqqətlə analiz etməyiniz şərtdir. Yaxın dostlarınızdan birinin sizə etiraf edəcəyi sir aranızdakı etibarı fərqli bir mərhələyə daşıyacaq. Sevgidə monotonluqdan can qurtarmaq üçün partnyorunuza qeyri-adi bir sürpriz hazırlamaq möhtəşəm effekt verər. Maddi xərclərinizi tənzimləmək üçün lazımsız və emosional alış-verişlərdən uzaq durmağınız məsləhətdir. Sağlamlığınızla bağlı kiçik siqnalları göz ardı etməməli, bədəninizin istirahət tələbinə mütləq qulaq asmalısınız. Yaradıcılıq potensialınızı nümayiş etdirə biləcəyiniz sosial layihələrdə aktiv iştirak etmək sizə ruh yüksəkliyi bəxş edəcək. Bugün tanış olacağınız yeni bir şəxs gələcək peşəkar fəaliyyətinizdə mühüm rol oynaya bilər. Evinizdə edəcəyiniz kiçik dizayn dəyişiklikləri məkanın enerjisini tamamilə yeniləyəcək və əhvalınızı qaldıracaq. Başqalarının işlərinə qarışmaq əvəzinə diqqətinizi yalnız öz fərdi inkişafınıza yönəltməyiniz daha səmərəlidir.
Çətin anlarda daxili intuisiyanızın səsinə qulaq asmaq sizi səhv istiqamətlərə yönəlməkdən qoruyacaq. Həyatınızda negativ enerji yayan insanlarla aranıza kəskin məsafə qoymağın əsl zamanı gəlib çatmışdır. Axşam saatlarında təmiz havada gəzmək gərgin keçən günün beyin yorğunluğunu tamamilə aradan qaldıracaq. Yeni bir xarici dil öyrənmək və ya hobbi ilə məşğul olmaq üçün ideal bir gündür. Xərçəng. Bugün emosional dünyanızda baş verən müsbət dəyişikliklər ruhunuza inanılmaz bir sakitlik bəxş edəcək. Ailə üzvlərinizin sizə göstərdiyi sonsuz dəstək sayəsində özünüzü hər zamankından daha güclü hiss edəcəksiniz. İş mühitində rəhbərliyin diqqətini çəkmək üçün özünə məxsus layihələrinizi cəsarətlə ortaya qoymağın vaxtıdır. Keçmişdə buraxdığınız səhvlərdən düzgün nəticə çıxararaq gələcəyə daha inamlı baxmağı öyrənməlisiniz. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün əlavə qazanc mənbələri axtarmaq uğurlu bəhrələr verə bilər. Şəxsi həyatınızda partnyorunuzla birlikdə gələcək planları qurmaq aranızdakı harmoniyanı maksimuma çatdıracaq. Bugün daxili səsiniz sizə kimə güvənib, kimdən uzaq durmalı olduğunuzu dəqiqliklə pıçıldayacaq. Sağlam qidalanma vərdişlərinə keçid etmək bədəninizin ümumi tonusunu və enerjisini əhəmiyyətli dərəcədə yüksəldəcək. Sosial şəbəkələrdə keçirdiyiniz vaxtı azaldaraq real həyatın gözəlliklərinə fokuslanmağınız şiddətlə tövsiyə olunur. Köhnə bir borcun gözlənilmədən qaytarılması bugün büdcənizdə rahat nəfəs almanıza şərait yaradacaq. Özünüzü incitmiş insanları bağışlamaq qəlbinizdəki ağır yüklərdən birdəfəlik azad olmağınıza kömək edəcək. Yeni bir mənzil almaq və ya mövcud evinizi təmir etmək barədə ciddi düşünməyə başlaya bilərsiniz. İş yoldaşlarınızla münasibətlərdə qeybətdən və intriqalardan uzaq durmaq peşəkar imicinizi qoruyacaq. Həyatın sizə bəxş etdiyi hər bir xırda anın dəyərini bilin və sevdiklərinizlə daha çox vaxt keçirin. Bugün yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq daxili dünyanızdakı gizli potensialı üzə çıxaracaq. Ruhunuzu dincəldəcək musiqilər dinləmək və ya meditasiya etmək zehni gərginliyinizi tamamilə yox edəcək. Şiir. Bugün liderlik keyfiyyətlərinizi parlaq şəkildə nümayiş etdirərək ətrafınızdakı insanları arxanızca apara biləcəksiniz. İnamlı və qətiyyətli duruşunuz işgüzar tərəfdaşlarınızda sizə qarşı böyük bir rəğbət və etibar yaradacaq. Maddi sahədə uzun müddətdir gözlədiyiniz investisiya təklifləri nəhayət ki, bugün reallığa çevrilə bilər. Şəxsi ambisiyalarınızı reallaşdırarkən yaxınlarınızın hisslərini və istəklərini də mütləq nəzərə almalısınız. Sevgidə alovlu və ehtiraslı tərəfiniz partnyorunuzla aranızdakı bütün soyuqluğu birdəfəlik əridib yox edəcək. Vaxtınızı səmərəsiz keçirməmək üçün günün ilk saatlarından etibarən dəqiq iş planı tərtib edin. Səhhətinizlə bağlı yarana biləcək xırda problemlərə qarşı profilaktik tədbirlər görməyiniz olduqca vacibdir. Bugün qatılacağınız mədəni tədbirlər sizə həm estetik zövq verəcək, həm də dünya görüşünüzü genişləndirəcək. Ətrafınızdakı bədxah insanların bəzi paxıl baxışları və sözləri motivasiyanızı əsla aşağı salmamalıdır. Öz qabiliyyətlərinizə güvənin və başladığınız hər bir işi məntiqli sonluğa qədər çatdırın. Maliyyə məsələlərində israfçılığa yol verməmək gələcək böyük hədəfləriniz üçün möhkəm zəmin hazırlayacaq. Daxili enerjinizi düzgün istiqamətə yönəltmək üçün idmanın dinamik növləri ilə məşğul ola bilərsiniz. Bugün verəcəyiniz hər bir sözün arxasında durmaq peşəkar mühitdə nüfuzunuzu daha da möhkəmləndirəcək. Könlünüzü açmaq, dərdinizi bölüşmək üçün ən sadiq və sınanmış dostunuzla görüşməyiniz xeyirli olar. Geyim üslubunuzda edəcəyiniz cəsarətli dəyişikliklər özünüzə olan inamı vizual olaraq da təsdiqləyəcək. Həyatın təqdim etdiyi gözəl imkanları qaçırmamaq üçün hər an diqqətli və tam hazır vəziyyətdə olun. Qız. Analitik təfəkkürünüzün köməyi ilə bugün ən qarışıq detalları belə asanlıqla sistemləşdirə biləcəksiniz. İş yerində nümayiş etdirəcəyiniz yüksək məsuliyyət hissi rəhbərliyin diqqətindən qətiyyən yayınmayacaq və qiymətləndiriləcək. Maddi durumunuzu stabil saxlamaq üçün gəlir və çıxarlarınızı ciddi şəkildə qeydə almağa başlayın. Şəxsi münasibətlərinizdə partnyorunuzu tənqid etmək əvəzinə onun müsbət cəhətlərini qabartmağa çalışmanız daha yaxşı olar. Bugün sağlamlığınıza töhfə verəcək detoks proqramlarına və ya təbii qidalanma rejiminə başlaya bilərsiniz. Yaxın gələcəkdə həyata keçirmək istədiyiniz təhsil planları üçün lazımi araşdırmaları bugün tamamlayın. Ətrafınızda baş verən intriqalardan uzaq duraraq yalnız öz fərdi inkişaf layihələrinizə fokuslanın. Evinizdə səliqə-sahman yaratmaq həm də zehni olaraq lazımsız fikirlərdən təmizlənməyinizə böyük kömək edəcək.
Bugün köhnə tanışlardan gələcək maraqlı bir əməkdaşlıq təklifi karyeranızda yeni üfüqlər aça bilər. Münasibətlərdə yaranan anlaşılmazlıqları dərhal və açıq şəkildə danışaraq böyümədən həll etməyə çalışın. Həyatın sınaqları qarşısında dözümlü olmaq daxili müdrikliyinizin və gücünüzün ən bariz göstəricisidir. Axşam saatlarında sevdiyiniz bir filmi izləmək və ya sakitləşdirici bitki çayı içmək sizə çox yaxşı təsir edəcək. Səbirsiz davranışlardan qaçınmaq, hər bir hadisənin təbii axarına güvənmək bugün ən doğru strategiyadır. Maddi cəhətdən sıxıntı yaşamamaq üçün riskli qumar və ya şübhəli investisiya oyunlarından tamamilə uzaq durun. Özünüzü intellektual cəhətdən doyuracaq fərqli seminar və ya onlayn kurslara qeydiyyatdan keçə bilərsiniz. Hər bir çətinliyin arxasında böyük bir təcrübə və dərsin gizləndiyini əsla yaddan çıxarmayın. Tərəzi. Bugün daxili və xarici dünyanızda tam bir harmoniya və balans yaratmağa müvəffəq olacaqsınız. İncəsənətə və gözəlliyə olan meyliniz ətrafınızdakı məkanı daha estetik və cəlbedici etməyə ilhamlandıracaq. İşgüzar danışıqlarda diplomatik bacarıqlarınız sayəsində ən çətin müqavilələri belə öz xeyrinizə imzalaya bilərsiniz. Şəxsi həyatınızda sevdiyiniz insanla münasibətləri romantik bir şam yeməyi ilə daha da canlandırmaq əla fikirdir. Maddi məsələlərdə ədalətli və balanslı davranmaq gələcəkdə yarana biləcək böhranların qarşısını tamamilə alacaq. Dostlarınızla birlikdə təşkil edəcəyiniz sosial fəaliyyətlər gününüzə fərqli bir rəng və xüsusi sevinc qatacaq. Sağlamlığınızı qorumaq üçün onurğa və bel nahiyənizi həddindən artıq yükləməməyə xüsusi diqqət yetirməlisiniz. Bugün qarşınıza çıxan yeni tanışlıqlar gələcək şəxsi və ya peşəkar tərəfdaşlığın təməlini qoya bilər. Ətrafınızdakı insanların rəylərinə həddindən artıq önəm vermək daxili azadlığınızı məhdudlaşdıra bilər, buna yol verməyin. Öz qərarlarınızın məsuliyyətini cəsarətlə üzərinizə götürün və seçdiyiniz yolda qətiyyətlə addımlayın. Eviniz üçün vizual zövqünüzü oxşayacaq kiçik lakin dəyərli aksesuarlar almaq əhvalınızı xeyli qaldıracaq. Həyatda hər şeyin bir zamanı olduğunu qəbul edərək tələskənlikdən və gərginlikdən tamamilə uzaq durun. Daxili dincliyinizi tapmaq üçün meditasiya, yoga və ya yoga kimi bədən təcrübələrinə vaxt ayıra bilərsiniz. Həmkarlarınızın iş fəaliyyətinə obyektiv qiymət vermək komanda daxilindəki nüfuzunuzu əhəmiyyətli dərəcədə artıracaq. Hisslərinizlə məntiqiniz arasında ideal tarazlığı qorumaq bugün verəcəyiniz qərarların uğurlu olmasını təmin edəcək. Həyatın sizə bəxş etdiyi bütün gözəlliklərə görə hər an minnətdarlıq hissi duymağı unutmayın. Əqrəb. Bugün daxili intuisiyanızın görünməmiş dərəcədə güclənməsi sayəsində ətrafdakıların gizli niyyətlərini asanlıqla oxuyacaqsınız. Gizli qalan məlumatların üzə çıxması bəzi məsələlərdə tamamilə fərqli və strateji qərarlar verməyinizə səbəb olacaq. Karyeranızda böyük dəyişikliklər etmək üçün daxilinizdəki o nəhəng və tükənməz gücü hiss etməyin əsl vaxtıdır. Maliyyə sahəsində riskli investisiyalardan qaçmalı, mövcud resurslarınızı qorumağa xüsusi üstünlük verməlisiniz. Sevgidə isə qısqanclıq və sahiblənmə hisslərini cilovlamaq partnyorunuzla münasibətlərin bütövlüyü üçün çox vacibdir. Keçmişdə sizə qarşı haqsızlıq etmiş insanlarla üzləşmək və məsələlərə tam aydınlıq gətirmək şansı qazanacaqsınız. Sağlamlığınız baxımından daxili orqanlarınızın fəaliyyətinə diqqət yetirməli, zərərli vərdişlərdən dərhal imtina etməlisiniz. Bugün sir saxlamaq bacarığınız ətrafınızda sizə qarşı olan etimadı və hörməti daha da artıracaq. Şəxsi transformasiya və daxili təmizlənmə prosesini başlatmaq üçün bugün mükəmməl bir astroloji təsir mövcuddur. İş yerində rəqiblərinizin gedişlərini əvvəlcədən təxmin edərək hər zaman onlardan bir addım öndə olmağı bacaracaqsınız. Ruhunuzu və bədəninizi yeniləyəcək su prosedurları, məsələn, hovuz və ya spa seansları sizə çox yaxşı təsir edər. Heç kimin sizin daxili hüzurunuzu və planlarınızı pozmasına, enerjinizi aşağı salmasına heç bir vəclə icazə verməyin. Axşam saatlarında təkliyə çəkilərək dərin fəlsəfi düşüncələrə dalmaq və ya mütaliə etmək zehninizi tamamilə duruldacaq. Həyatın görünməyən, mistik tərəflərini kəşf etmək istəyiniz bugün xüsusilə pik həddə çata bilər. Öz gücünüzə inanın və hədəflərinizə doğru gedən yolda qarşınıza çıxan bütün maneələri darmadağın edin. Ox atan. Bugün macəra dolu ruhunuz sizi yeni biliklər və fərqli mədəniyyətlər kəşf etməyə doğru güclü şəkildə sürükləyəcək. Optimizminiz və yüksək əhval-ruhiyyəniz ətrafınızdakı hər kəsə müsbət enerji və böyük yaşamaq sevinci bəxş edəcək. İşgüzar sahədə beynəlxalq layihələrdə və ya xarici tərəfdaşlarla əməkdaşlıqda böyük nailiyyətlər əldə edə bilərsiniz.
Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün qarşınıza çıxan unikal qazanc fürsətlərini dərhal dəyərləndirməkdən əsla çəkinməyin. Şəxsi münasibətlərinizdə partnyorunuza tam azadlıq vermək aranızdakı inam hissini daha da möhkəmləndirəcəkdir. Bugün fəlsəfə, din və ya astrologiya kimi sahələrdə biliklərinizi artırmaq üçün əla zamandır. Sağlamlığınızı qorumaq məqsədilə açıq havada qaçış və ya velosiped sürmək kimi aktiv idman növlərinə vaxt ayırın. Hüquqi məsələləriniz və ya məhkəmə işləriniz varsa, bugün xeyrinizə nəticələnəcək müsbət irəliləyişlər gözlənilir. Dostlarınızla birlikdə unudulmaz bir səyahət planı hazırlamaq gününüzün ən maraqlı və yadda qalan hissəsi ola bilər. Gələcəyə dair böyük hədəflər qoymaqdan qorxmayın, çünki kainat bugün sizin bütün arzularınızı dəstəkləyir. Ətrafdakıların xırda və əhəmiyyətsiz tənqidlərinə məhəl qoymadan öz böyük rəsminizə fokuslanmağa davam edin. Müdrikliklə verəcəyiniz məsləhətlər yaxın çevrənizdəki bir çox insanın çətin anlarında xilas yoluna çevriləcək. Axşam saatlarında fərqli dadlar sınamaq və ya yeni bir restorana getmək sizə xoş təəssüratlar bəxş edəcək. Həyatın sizə təqdim etdiyi hər bir çətinliyi böyük bir öyrənmə dərsi və təcrübə kimi qəbul edin. Oğlaq. Bugün peşəkar fəaliyyətinizdə göstərəcəyiniz yüksək nizam-intizam və sadiqlik sizi hədəflərinizə daha da yaxınlaşdıracaq. Karyera pillələrində irəliləmək üçün qarşınıza çıxan məsuliyyətli tapşırıqları böyük bir peşəkarlıqla yerinə yetirəcəksiniz. Maddi məsələlərdə qənaətcil və uzaq görən davranmaq gələcək maliyyə müstəqilliyinizin ən böyük təminatçısı olacaqdır. Şəxsi həyatınızda emosiyalarınızı daha açıq ifadə etmək partnyorunuzla aranızdakı divarları tamamilə uçurub yox edə bilər. Uzun müddətdir həll olunmayan əmlak və ya miras məsələlərində bugün müsbət irəliləyişlər qeydə alına bilər. Səhhətinizə gəldikdə sümüklərinizin və oynaqlarınızın sağlamlığı üçün kalsium tərkibli qidalara üstünlük verməyiniz şərtdir. İş mühitində nüfuzlu şəxslərlə quracağınız ciddi əlaqələr gələcək biznes layihələriniz üçün qapı açacaq. Başqalarının tənbəlliyinə və məsuliyyətsizliyinə vaxt itirmədən yalnız öz işlərinizin keyfiyyətinə fokuslanmağınız daha xeyirlidir. Evinizdə rasionallıq və rahatlıq yaradacaq dəyişikliklər etmək gərgin iş günündən sonra dincəlməyinizə şərait yaradacaq. Bugün verəcəyiniz strateji qərarlar yaxın gələcəkdəki böyük uğurlarınızın əsas təməl daşını təşkil edəcəkdir. Daxili qorxularınızla üzləşmək və onları idarə etməyi öyrənmək şəxsi inkişafınızda yeni mərhələ açacaq. Axşam saatlarında tənhalığın gətirdiyi sakitlikdən istifadə edərək gələn həftənin dəqiq planını tərtib edə bilərsiniz. Ədalətli və dürüst duruşunuz sayəsində ətrafınızdakı insanların sonsuz hörmətini və rəğbətini qazanacaqsınız. Həyatın gətirdiyi çətin sınaqlar sizi əsla qorxutmamalı, əksinə daxili iradənizi daha da poladlaşdırmalıdır. Dolça. Bugün orijinal və qeyri-adi ideyalarınızla cəmiyyətdə tamamilə fərqlənəcək, diqqət mərkəzində olmağı bacaracaqsınız. Humanitar və sosial layihələrdə iştirak etmək ruhunuzun daxili ehtiyaclarını qarşılamaqla yanaşı sizə yeni dostlar qazandıracaq. Karyeranızda innovativ texnologiyaları tətbiq etmək işinizin səmərəliliyini və gəlirliliyini əhəmiyyətli dərəcədə artıra bilər. Maddi sahədə müstəqillik qazanmaq üçün alternativ və rəqəmsal qazanc mənbələrini dərindən araşdırmağa başlayın. Şəxsi münasibətlərinizdə qarşı tərəfin fərdi azadlığına hörmətlə yanaşmaq aranızdakı sevgini daha da ucaldacaq. Bugün elmi araşdırmalar etmək və ya intellektual debatlara qatılmaq zehninizi maksimum dərəcədə itiləşdirəcək. Sağlamlığınızı qorumaq üçün qan dövranını yaxşılaşdıran idman hərəkətlərinə və bol su istehlakına diqqət yetirin. Ətrafınızdakı şablon və mühafizəkar düşüncəli insanların təzyiqlərinə qarşı öz azad fikirlərinizi qətiyyətlə müdafiə edin. Köhnə bir dostunuzun çətin məqamda sizə müraciət etməsi ona böyük bir mənəvi dəstək göstərməyinizə vəsilə olacaq. Evinizdə futuristik tərzdə edəcəyiniz kiçik bəzək dəyişiklikləri yaradıcılıq auranızı xeyli dərəcədə gücləndirəcəkdir. Gələcəyə yönəlmiş fərdi vizyonunuz sayəsində bir çox insanın görə bilmədiyi böyük trendləri indidən təxmin edəcəksiniz. Axşam saatlarında təmiz havada gəzərək ulduzları seyr etmək daxili dünyanıza böyük hüzur bəxş edəcək. Səbirsizlik nümayiş etdirmədən planlarınızın reallaşması üçün zamanın təbii axarına tam şəkildə güvənməlisiniz. Həyatın sizə təqdim etdiyi qeyri-adi təsadüfləri əslində böyük şanslar kimi qiymətləndirməyi mütləq öyrənin. Öz fərdiliyinizlə fəxr edin və başqalarına bənzəməyə çalışmaq kimi böyük bir səhvdən tamamilə uzaq durun. Balıqlar. Bugün zəngin xəyal dünyanız və yaradıcılıq potensialınız sayəsində möhtəşəm sənət əsərləri və ideyalar ərsəyə gətirə bilərsiniz.
Yüksək empatiya qabiliyyətiniz ətrafınızdakı insanların dərdlərinə şərik olmağa və onlara şəfa verməyə kömək edəcək. İş mühitində intuisiyanıza güvənərək atacağınız addımlar sizi gözlənilməz səmərəli maliyyə uğurlarına doğru aparacaq. Şəxsi həyatınızda partnyorunuzla ruhsal bir bağ qurmaq münasibətlərinizi tam fərqli və ali bir mərhələyə daşıyacaq. Maddi məsələlərdə xəyalpərəstlikdən uzaq durmalı, real faktlara əsaslanaraq büdcənizi ciddi şəkildə qorumalısınız. Ruhunuzu dincəltmək və daxili harmoniyanı tapmaq üçün su kənarında gəzintiyə çıxmaq sizə inanılmaz dərəcədə yaxşı təsir edəcək. Sağlamlığınız baxımından immunitet sisteminizi gücləndirəcək vitaminlər və təbii qidalardan istifadə etməyiniz olduqca vacibdir. Bugün daxilinizdəki bədii istedadları, məsələn, rəsm çəkmək və ya şeir yazmaq bacarığını mütləq üzə çıxarın. Ətrafınızdakı neqativ və enerji soran insanlara qarşı psixoloji sərhədlərinizi qətiyyətlə qorumağı öyrənməlisiniz. Keçmişin kədərli xatirələrini arxada qoyaraq indiki anın bəxş etdiyi gözəlliklərlə yaşamağa fokuslanın. Evinizdə təmizlik etmək və lazımsız əşyaları ehtiyacı olanlara vermək məkanın enerjisini tamamilə təmizləyəcək. Axşam saatlarında xəyallarınızı vizuallaşdırmaq və gələcəyə dair xoş arzular tutmaq üçün mükəmməl astroloji təsirlər var. Çətin anlarda daxili səsinizin pıçıltılarına qulaq asmaq sizi hər cür təhlükə və bəlalardan maksimum qoruyacaq. Həyatın sizə bəxş etdiyi hər bir çətinliyin əslində ruhunuzun təkamülü üçün bir pillə olduğunu dərk edin. Öz sehirli dünyanızın qapılarını yalnız layiq olan və sizə dəyər verən insanlara açın. Unutmayın ki, siz bu dünyanın ən həssas, ən dərin və ən xüsusi bürclərindən birisiniz.